Salam değerli izleyicilerim, kanalıma hoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bu gün sizlərə cəmi bir həftəyə hazır olan səmənini cücərmə qaydasını göstərəcəm. Bu videomda uşaqları da nəzərə alıb onlar üçün də maraqlı səmənlər hazırladım. Əvvəlcə buğdanı yaxşıca yuyuram və beləcə üzərinə su töküb bir gün saxlayıram. Suyun içərisində buğdalar şişir. Ertəsi gün parça torbadan istifadə edirəm. Torbanı əvvəlcə biraz isladıram. Daha sonra buğdanın suyunu süzüb torbanın içərisinə tökürəm. Belə bir torbanız yoxdursa, dəsmalın da içərisinə tökə bilərsiniz. Buğdanı torbaya tökdükdən sonra 3 gün torbada saxlayıram. Ancaq hər gün sulamaq şərti ilə. Yəni torbanın ağzını açıram, buğdanı yaxşıca sulayıb yenidən qabın içərisinə qoyuram. Baxın, bu qayda ilə 3 gün buğdanı sulayıram. 3 gün keçdikdən sonra dördüncü gün artıq buğdamız kök atmış olur. Yumurta qabıqlarını da əvvəlcədən yuyub qurutmuşam və səmənini qoymaq üçün plastik qablardan istifadə edəcəm. Yumurta qabıqlarının içərisinə pambıq qoyuram. Pambıq buğdanı nəm saxladığı üçün tez cücərdir. Pambığın üzərindən isə buğda tökürəm. Buğdanı tam da ağız hissəsinə qədər yığmaq lazım deyil. Çox yığanda buğdanı cücərən zaman köklər üzə çıxır. Yəni çox yuxarı qalxır. Baxın, buğda da bu qayda ilə yığılır. Qalan buğdanı isə plastik qabların içərisinə tökürəm. Belə bir qabınız yoxdursa, boş qaba da tökə bilərsiniz. Daha sonra buğdaları sprey ilə sulayıram. Və qabın qapağını örtürəm. Digər qabıdakı buğdaları da suladıktan sonra onu isə pinqvin torbanın içərisinə qoyuram. Belə olduqda səmənlər tez cücərir. Daha sonra səmənləri pəncərə önünə qoyuram. Yəni işıq düşən yerə ki, istidə, işıqda tez cücərsin. Artıq 2-ci gündür. Buğdalar cücərir. Hər gün də bunu sulayıram. Yəni baxıram, əgər buğdalar quruyubsa, gündə 2 dəfə, 3 dəfə, nə vaxt qurusa buğdalar sulamaq lazımdır ki, cücərsin. Daha sonra isə yumurtaların üzərinə mən uşaqlara maraqlı olsun deyə smolinklər çəkdim.
Siz də zövqünüzə görə bəzəyə bilərsiniz. Artıq 3-cü gündür, səmənlər çox gözəl cücərib. Üzərini çiçəklə bəzədim, yumurta səmənləri isə klə ilə boşqaba yapışdırmışam. Qeyd etdiyim kimi siz də zövqə görə bəzəyə bilərsiniz. Əziz xanımlar, əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.